Və davam edək, Böyük Qayıdış proqramı uğurla aparılır. Növbəti köç karvanı əzəli və əbədi torpağımız olan Xocalıya yola salınıb. Keçmiş məcburi köçkün ailələri sevinclərini media nümayəndələri ilə bölüşüblər. İzləyək. Bu mərhələdə Xocalı şəhərinə 33 ailə, daha dəqiq desək 137 nəfər köçürülüb. Doğma yurdlarına qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlığını bildirir. Bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər. Ata ocaqlarına dönənlər arasında Səmədovlar ailəsi də var. Keçmiş məcburi köçkün Avtandil Səmədov deyir ki, artıq arzuları həqiqətə çevrilib. Onlar qürur və fərəh hissi ilə aid olduğu torpaqlara qayıtdıqlarını bildirirlər. Allah prezidentimizin canını sağ eləsin, Allah şəhidlərə rəhmət eləsin, qazilərimizin canı sağ olsun, möhtərəm prezidentimiz bugünkü gündə şükür bu günə ki bizi Xocalıya göndərir. Mən o vaxt elə özüm Xocalıda olmuşam, 4 qardaş, 2 şəhidim olub. İndi də şükür bu günə ki mən Xocalıya qayıdırıq, Allah prezidentimizin canı sağ eləsin. Prezidentimizə can sağlığı versin. Allah bütün şəhidləri rəhmət eləsin. Bu günləri biz çox arzulayırdıq. Şükür ki, bu günə gördük. Xocalı haqqında təsəvvürlərini ailələrindən, dərsliklərdən öyrənən gənclər də böyük həvəslə doğma ocaqlarına gedirlər. Azad ərazilərimizdə qrup yaradacaq gənclərin ən böyük arzusu isə Qarabağ Universitetinə qəbul olub tələbə adını qazanmaqdır. Qarabağ Universitetində oxumaq istəyirəm, IT sahəsi üzrə. İnşallah gələcək planımı yavaş-yavaş quracam özüm. IT üzrə düşmək istəyirəm, kompüter mühəndisliyi də belə deyək. Danışıb, hər şeydən danışıb, çətin olub, çox çətin məqamlar olub. Amma şükür ki, 30 ildən sonra qovuşmuşuq. Bundan sonra oxumaq birinci, orada Qarabağ Universiteti var, orada oxumaq istəyirəm inşallah. Xocalı şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidmət vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Əldə etdiyimiz son məlumata görə səhər saatlarından yola salınan köç karvanı artıq Xocalı şəhərinə çatıb və bununla da 33 ailə olmaqla 137 Xocalı sakini öz yurduna qovuşub. Onu da qeyd edək ki, indiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının Ballıca kəndində isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib. Son informasiyamız bundan ibarət idi.